Novruz bayramı Azərbaycan ən qədim bayramlarından biridir. Hazırda bayrama sayılı günlər qalıb. Ölkə əhalisi bazarlıq üçün yarmarkalara, mağazalara üz tutulur. Bəs görəsən əhali qiymətlərdən razıdırmı? Ümumiyyətlə paytaxtda bayram ab-havası necədir? Bayram ab-havası var ya, amma cibimizə uyğundur, heç cibimizə uyğundur. Çox bahalıdır, həddindən artıq. Özü bayramdan istifadə edib lap qaldırırlar. Bayramdan qabaq bunlar hamısı ucuz idi. Novruz bayramını çox sevirəm. Milli adət-ənənələrimiz daha çox irəli sürülür deyə daha çox xoş ab-hava yaranır. Təbrik edirəm bayramınızı. Əvvəlki ab-hava yoxdur. Heç kim bayramın belə gəlməyi hiss elətdirmir də, o deyə bilərəm. Bax, nə maaş alırıq, nə pensiya alırıq. Onu ilə nə ala bilirik? Bax, baxa-baxa gedirik. Qanı qiymətinə hər şey ala bilmirik, gücümüz çatmır. Pensiyada alan adamı 400 manat pensiya alırıq, onunla necə dolanasaq? Novruz bayramı həmişə kimi, hər il kimi şən keçir, tonqallarla falan çox gözəl keçir. Yəni keçən illərə nisbətən də daha gözəldir. Novruz Bayramı çok güzel burada. Çok güzel gerçekten sergileniyor. Çok güzel bir şekilde anılıyor. Ama Türkiye'de de anılıyor çok güzel bir şekilde ama buradaki kadar önem verilmiyor yani. Adət-ənənələri bilirsiniz ya. Evet, bu yumurta renkli boyamalar var ya da yanına koyuyorsun güya ertesi güne boyalı geliyor bakıyorsun falan gibi şey veya o çim var çekiyorsunuz 2 tane gelirse onların anlamları vesaire var. Yani güzel şeyler bunlar ve çok da hareketli ve renkli bir bayram bence. Ama əvvəlki sevinç, əvvəlki belə maraq, biraz zəifləyib, müasirləşib. Xalqımızın bayramını təbrik edirik. Gənclikdə daha çox tonqallar olurdu, daha çox papaqatlı olurdu, daha çox biraz müasirləşmişik. Amma ümumiyyətlə ilə bayramdır.